Salam dostlar, istədim o gündəlik vloglardan birindən mən çəkim ki, siz də görəsiniz Həsinin günü necə başlayır və necə qutarır. Biraz gəlişəndən sonra dedim durum ayağa, gedim üzümü yuyum, dişlərimi sürtüm. Elə onu deyib hamama yaxınlaşmışdım ki, gördüm ki, məndən qabaq babam girib hamama. Hamam da bizdə bir dənədir. Babamın da orada olmağı o deməkdir ki, ən azı 1 saat sən qaldın hamamın qapısının ağzında. Dedim babam çıxana kimi gedim anamla görüşüm. Elə anamın otağına girmişdim ki, hal-ahval tuttum. Sağ olsun məni elə gözəl qarşıladı ki, səhər-səhər lap yerinə düşdü. Sizi görüp anasız kalasınız. Ona göre ki siz hiçbiriniz məni eşitmirsiniz. Anamın xeyir duasını alıb üzümü yudum ki, dedim əynimi geyindim, yavaş-yavaş çıxım evdən. Başqa blogerlər kimi mənim geyim seçimim çoxdur. Bir şalvarım, bir koftam var. Ona görə sizdən soruşmuram hansı yaraşır. Elə olanımı geyinib yola düzəldim. Evdən çıxanda görüm ki, kaldonun aboyu cırılıb. Dedim elə getmişkən ilk işim, günlərim aboy almaq olsun. Evdən çıxdım, liftin kompkasını basıram. Həmişə olduğu kimi liftimiz işləmir. Həyətə piyada düşəsi oldum. Həyətdə ilk gördüyüm adam Subra xala oldu. Mamamın tapıb ki, Subra xalanı gördüm. 3 dəfə tüpür və yanığı qaşı. Subra xalaya da qarşı tədbirli idim. Həyətə düşəndən sonra gördüm ki, maşımı gecədən saxlamışam qonşumun maşının qabağında. Heç demə, yazıq məni 1 saatda axtarır. Sağ olsun, məni çox mehriban qarşıladı. Qonşu ilə münasibətləri yoluna qoyduqdan sonra gəldim Sədərək Ticarət Mərkəzinə yerləşən Mr. Dekor aboy mağazasına. Onu da qeyd edim ki, Mr. Dekor Azərbaycan brendidir. Qarabağımızda, doğma Ağdamımızda, Sənaye Parkında böyük bir zavodları var və bu zavodda biri-birindən gözəl, zövqlü və ən əsası keyfiyyətli divar kağızları istehsal edir. Mən də Mr. Dekordan aboyumu seçib evə sevincək gəlmişdim ki, arvad bu sevinci burnumdan gətirdi. Mənsiz niyə getmirsən aboy alma deyib böyük bir evdə qırğın yaratdı və hər qırğından sonra olduğu kimi mən yenə də bu gecə evdə qonaq otağında yatası oldum.